Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi. Zəngəzur dəhlizi ilə bağlı İrəvana vaxt verilir. Ermənistan nümayəndə heyəti Azərbaycana nə vaxt gəlir? Tokayevdən Azərbaycan açıqlaması. Strateji qərar qəbul etdik. Heydər Əliyev dövründə prezidentin köməkçisi vəzifəsini icra edən Eldar Namazov Yeni Azərbaycan televiziyasına müsahibə verib. Telegraf Yeni Sabaha istinadən xəbər verir ki, Ramiz Mehdiyevlə bağlı danışan Namazov, sabiq prezident administrasiyası rəhbərinin həmişə hakimiyyət uğrunda mübarizə apardığını deyib. Eldar Namazov 1998-ci və 2003-cü illərdə Ramiz Mehdiyevin etdiyi hərəkətlər haqqında da sensasyon fikirlər səsləndirib. Heydər Əliyevin səhhətində problem yaranan kimi Ramiz Mehdiyev dövlət aparatı ilə birbaşa Moskvaya zəng elədi. Rusiya Təhlükəsizlik Şurasının katibinə zəng vurub demişdi ki, Heydər Əliyevin vəziyyəti ağırdır. Mən nə etməliyəm? O bildirib. ABŞ dövlət katibinin müavini Alison Hooker'in Ermənistana səfərinin məqsədi Trump marşrutunun həyata keçirilməsi üçün dəqiq vaxt qrafikini müəyyən etməkdir. Bu barədə Ermənistanın Niderlanddakı keçmiş səfiri Zyunik Ağacanyan deyib. Ağacanyan hesab edir ki, Trump marşrutu məsələsini həll etməsi üçün Ermənistan hakimiyyətinə yanvar ayının ortalarına qədər vaxt verəcəklər. İstisna deyil ki, növbədənkənar seçkilərin keçirilməsi məsələsi də müzakirə olunsun. Çünki hakimiyyət anlayır ki, zaman keçdikcə nüfuzu azala, 2026-cı ilin may ayına qədər problemlər baş verə bilər. Bu ayın sonuna kimi Ermənistandan növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəyi aydınlaşacaq. Qərb Trump marşrutu layihəsini maksimum qısa müddətdə həyata keçirmək niyyətindədir. Bu, Ermənistan daxilindəki siyasi proseslərə də təsir edir. O iddia edib. Növbəti 6 ay ərzində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana bir sıra səfərlərinin həyata keçirilməsi gözlənilir ki, bu da başlayan ikitərəfli dialoq prosesinin davamı olacaq. Bunu reporta açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin oktyabrın 22-sində Ermənistana səfəri daha geniş qarşılıqlı fəaliyyət proqramının bir elementi olub. Stat. Bizim səfərimiz anidən olmayıb. Bu, Azərbaycan nümayəndə heyətlərinin Ermənistana və Ermənistan nümayəndə heyətlərinin Azərbaycana gələcək səfərlərini nəzərdə tutan fəaliyyətin bir hissəsidir. Buna görə də ən azı qarşıdakı 6 ay ərzində biz Ermənistana bir neçə dəfə səfər edəcəyik. Ola bilsin ki, söhbət təkcə paytaxtdan deyil, həm də ayrı-ayrı bölgələrdən gedəcək. Məmmədov vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri ilin sonuna qədər planlaşdırılır və konkret tarixlər artıq müəyyənləşdirilib. Stat. Proses yaxın zamanda həyata keçiriləcək. İctimaiyyət, səfər, müzakirələrin gedişi və nəticələri haqqında vaxtında məlumatlandırılacaq. Bizim üçün təkcə görüşün özü deyil, həm də real nəticələr vacibdir. Buraya müzakirə olunacaq mövzular və konkret layihələrin həyata keçirilməsi daxildir. Statın sonu. O əlavə edib ki, Ermənistan nümayəndə heyəti həm Azərbaycanda işçi qrupu, həm də yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 14-16-sında Özbəkistana dövlət səfəri zamanı Qazaxıstan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə prezident Şavkat Mirziyoyevə səmimi təşəkkür məktubu göndərib. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. Məktubda bildirilib ki, bu səfər Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmlənməsinə güclü təkan verən tarixi əhəmiyyətə malikdir. Prezident Daşkənddə keçirilən Mərkəzi Asiya dövlətləri başçılarının 7-ci məşvərət görüşünün yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib. Onun sözlərinə görə, regional əməkdaşlığın bütün sahələrini əhatə edən məzmunlu müzakirələr, qəbul edilən mühüm qərarlar və sənədlər, eləcə də Azərbaycanın tam hüquqlu iştirakçı kimi qəbulu bu foruma strateji əhəmiyyətli hadisə statusu verib. Xatırladaq ki, noyabrın 16-sında Daşkənddə keçirilən Mərkəzi Asiya dövlətləri başçılarının 7-ci məşvərət görüşündə Azərbaycan prezidenti İlham Əliyev də fəxri qonaq kimi iştirak edib. Azərbaycan tədbirdə Mərkəzi Asiya dövlətləri başçılarının məşvərət görüşünün tam hüquqlu üzvü olub.